kamp edirik. Cındır. Heç nə. Gedək görək kamp yeri tapa bilirik mi? Abi girmiş diyor değil. Mağaflı bir koridordayız. Mağaflı bir koridor. Tavam edirik. Və bir yaxşı getdiyimiz yer Sərra keçid məntəqəsimiş, ora girmək olmazmış. İndi başqa bir yerə gəldik. Burada heç bir inlicinli yoxdur, bir insan yoxdur ki, biz soruşasan ki, bu nədir, burada kamp eləmək olar, yoxsa yox. Belə pis yer deyil, qəşəng yerdir, çayın kənarı, çəmən. Deməli, belə, pomidor yumurtamız pişmək üzrədir. Amma bu yaxları təriflədiyimiz bu qaz sobası necə dediksə, nədiksə, bir də gördük, soba alışıb yanır. Bu da qırıntıları. Birazdan partlayıb gözümüzü çıxartmasa yaxşı olar. Yəni ümid edirik onu eləməzlər. Bədbaxt telefonunda kampını davam eləyir. Bəli, bədbaxt telefonunda. Yəni dirənmişik də, kamp eləməyəcən dirənmiş. Həli yandı Ülvi müəllimin. Amma davam, təslim olmaq yoxdur. İndi də Yevlax rayonunun mərkəzində parkdayıq. Deməli, bəli, Azərbaycan gözəl güşələrindən biri olan Yevlax rayonunda. Heç nə, gedirdik Ağdərə rayonuna. Ağdərə rayonuna gedirdik. Başqa bir problem bizi tapdı. Deməli, Ülvi müəllimlə mən qeydiyyatdan keçdik, amma Ceyhun müəllim də alınmadı. Bir şey ki, yəni təklik hallardan biri də nə qədər yoxlayırıq, şəxsiyyət vəsiqəsi sistemdə çıxmır. İndi hal-hazırda fikirləşirik görək nə edək. Yəni başımıza gəlməyən problem qalmayıb, amma hələ də ümidlərimiz var. Deməli, hal-hazırda Qarabağ söhbəti alınmadı. Növbəti bir uğursuz addım. Ona görə geriyə qaydırıq. Deməli, Kürd çayının üzərindən keçirik Yevlax rayonunda və Oğuza doğru irəliləyirik. Görək Oğuza başımıza nə iş gəlir.